Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bir şübhə haqqında danışacağıq. Allahdan başqasından kömək istəmək. Biz bilirik ki, bu aktual bir mövzudur və Quran-ı Kərimin bəzi ayələrində də bizə deyilir ki, ancaq Allahdan kömək istə və bir çox insanlar da ancaq Allahdan kömək istəməyin tərəfdarıdırlar. Allahdan qeyrisindən kömək istəməyi isə şirk bilirlər. Tövhidlə ziddiyyətli bir əməl hesab eləyirlər. Görək, belədir, yoxsa yox. Allahdan qeyrisindən kömək istəmək olar, yoxsa olmaz. Olarsa necə olar? Bəli, biz Quran-ı Kərimin ayələrinə nəzər salanda elə Fatihə surəsində görürük ki, deyilir İyyəkə nə'budu və İyyəkə nəstə'in. Yalnız sənə ibadət edirik və İyyəkə nəstə'in. Yalnız səndən kömək istəyirik. Yəni, ancaq Allah səndən kömək istəyirəm. Bəli, Fatihə surəsində əgər belə buyurulursa, yalnız səndən kömək istəyirəm, onda mən niyə görə gedib başqasından kömək istəməliyəm? Bəzilərdə elə dəlil olaraq bunu gətirirlər. Allahdan qeyrisindən kömək istəməməyə görə ki, bəzi insanlar o cür düşünürlər, başqasından kömək istəməməlisən. Dəlil də elə budur ki, çünki biz Fatihədə deyirik ki, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Amma başqa bir ayədə, Bəqərə surəsi 45-ci ayədə buyurur ki, vəstə'inu bis-sabri vəs-salah. Eyni həmin sözü, isti'anət sözünü kömək istəmək ki, Fatihə surəsində deyilib, İyyəkə nəstə'in, ancaq səndən kömək istəyirik. Bu ayədə gəlir ki, kömək istəyin səbirdən və namazdan. Namaz səbir ki, Allah deyil. O, namazdır, bir ibadətdir, bir əməldir, bir ayindir. Səbir də insanın dözümüdür. Bəzilər deyirlər, oruç tutmaqdır. Yaxşı, buyurur, kömək alın namazdan. Orada deyir, ancaq Allahdan kömək istəyin. Həmin Allah Quranda bizə əmr eləyir ki, kömək istəyin namazdan. Deməli, başqasından, Allahdan başqa, namaz Allahdan başqadır da, Allahdan başqasından kömək istəməyə Allah özü bizə nə eləyir? Əmr eləyir. Sadəcə, burada bir incə məqama diqqət eləmək lazımdır ki, Allahdan başqasından kömək istəmək iki cür olur. Bir var ki, sən o başqası kimdirsə, nədirsə, indi hələ qalsın, həmin o başqasından kömək istədiyin zaman sən onu müstəqil gücə malik olan bir varlıq bilirsən, bu əqidə ilə, bu inancla ondan kömək istəyirsən ki, o mənə kömək eləsə, o elə müstəqil təsirə malikdir. Bəli, bu şirkdir. Bu olmaz. Bu baxışla, bu inancla, bu etiqadla başqasından kömək istəmək olmaz. Çünki həmin başqası müstəqil güc sahibi deyil. Bəli, o başqasında mənə kömək edəcək güc var, amma o güc onun deyil. O, həmin o güclə kömək eləsə də, Allahdan alıb həmin gücü, həmin enerjini, həmin statusu, həmin rütbəni, fərqi yoxdur. Nə olur olsun? Məsələn, əgər mən dərman atıramsa, o mənim başımın ağrısını sağaldırsa, o dərmanın tərkibində deyək ki, hansısa bir bitki var, nəsə bir şey var ki, o məndə o təsiri qoydu. O təsir onda varsa, o təsir onun özününki deyil. O müstəqil təsirə malik deyil. Və yaxud da kimsə mənim əlimdən tutdu, mənə kömək elədi, yolu keçirtdi və yaxud da bir iş gördü mənim üçün. O da müstəqil gücə malik deyil. Aləm səbəb-nəticə qanunudur. Və hər bir şey səbəb-nəticə üzündəndir. Yəni, vasitələrlə hər şey baş verir. Allah birbaşa özü bizim üçün nəsə istəyimizi həyata keçirtmir. Müəyyən səbəblər, vasitələr yaradıb və onlara təsir imkanı verib və onlar həmin təsir imkanından istifadə edərək, məsələn, nədəsə təsir qoyurlar. Bizim Allahdan başqasından kömək istəməyimiz, əgər bu inancla olsa ki, o başqası müstəqil güc sahibidir, onda elə biz onun Allah olduğuna inanırıq da. Çünki aləmdə, varlıq aləmində yeganə müstəqil güc sahibi Allahdır ki, gücün heç kimdən almayıb, onun gücü elə zatıdır, özündədir. Qalan nə varsa, hansısa bir səbəb, hansısa bir güc, hansısa bir təsir, nəsə təsir eləyə bilirsə, o biiznillahdır, Allahın izni iləndir və Allahın ona verdiyi o köməyin nəticəsidir ki, o da nə eləyə bildi? Kömək eləyə bildi.
Əgər bu cür insan fikirləşirsə, bəli, bu nəinki şirkdə, hətta tövhidə uyğun bir şeydir ki, dediyimiz kimi, səbəb-nəticə qanununda yaşayırıq biz. Elə Allah da özü buyurur ki, kömək alın namazdan. Deməli, biz vasitələrdən istifadə edərək, onlardan nəsə alaraq Allaha yaxınlaşa bilərik. Yəni, Quran-ı Kərim Allah heç vaxtı bizə qadağa qoya bilməz başqasından kömək istəməyi. Çünki başqasının köməyi olmadan mən yaşaya bilmərəm ümumiyyətlə. Bəli. Ona görə də başqası, gərək sən ona başqasına tanrı gözü ilə baxmayasan. Müstəqil güc sahibi kimi baxmayasan ki, bu inanc, bu baxış insanın şirkinə, küfrünə səbəb olar. Yaxşı, başqasından kömək istəməyə bir neçə daha ayə var Quran-ı Kərimdə. Məsələn, Səff surəsi 14-cü ayədə Həzrəti İsa Peyğəmbər elə kömək istəyir həvarilərdən. Kəma qalə İsə ibn Məryəm lil-həvariyyin mən ənsari ilallah. İsə ibn Məryəm necə ki, dedi həvarilərə, kim mənə kömək eləyə bilər Allaha doğru? Yəni, Allaha doğru getməkdə kim mənə yardım eləyə bilər? Hədid surəsində Allah Teala buyurur ki, biz peyğəmbərləri göndərdik ki, tam məlum eləyək kim onlara kömək eləyəcək. Quran-ı Kərimin vəsf etdiyi böyük şəxsiyyətlər, məsələn, Zulqərneyn kömək istəyir. Kəhf surəsi 95-ci ayədə. Ma məkkənni fihi Rəbbi xeyrun. O ki, Yəcuc, Məcuc tayfasından qorunmaqdan ötürü sədd çəkmək lazım olacaqdı və Allah da Zulqərneynə padşahlıq vermişdi, böyük imkanlar vermişdi. Dedi ki, mənə nə verilibsə, o hamısı xeyirdir mənim üçün. Fə'inuni bi quvvətin. Əcəl beynəkum və beynəhum rədma. Mənə kömək eləyin, öz gücünüzlə mənə kömək eləyin. Sizlə olan arasında bir sədd çəkin. Yəni, fə'inuni, mənə kömək eləyin. Və yaxud da Ənfal surəsi 72-ci ayədə buyurur ki, və inistənsarukum fiddin fəaleykumun nəsr. Əgər onlar sizdən dinlərində kömək istəsələr, sizə onlara kömək etmək vacibdir. Yəni, başqasından kömək, Zulqərneyn başqasından kömək istəyir. Quran buyurur ki, əgər dində kimsə sizdən kömək istədisə, dinlərinə görə onlara kömək eləyin. Yəni, kömək istəmək, kömək etmək Quranın məntiqidir və çünki biz dediyimiz kimi təbiət aləmində səbəb-nəticə qanunu hakim olan bir aləmdə yaşayırıq. Sonda belə bir söz deyək. Bəziləri burada deyə bilər ki, baxır nə kömək istəyirsən? Adi köməkdir, yoxsa qeyri-adi köməkdir? Bəziləri deyir ki, adi kömək istəmək olar. Necə ki, Zulqərneyn bir dənə də yerdə kömək istəyib, elə həmin o ayədə oxuduğum ayədə Kəhf surəsinin davamında deyir, atuni zuburəl hədid, mənim üçün dəmirlər gətirin. Yəni, burada kömək istəyir, Allaha demir ki, Allah mənim üçün dəmir gətir. Və yaxud da mənə kömək elə. Zulqərneyn deyir, mənə kömək eləyin, dəmir gətirin mənim üçün. Yaxşı, sən deyərsən ki, burada adi bir şeydir, adi adam, adi ya peyğəmbər olsun, adi bir şeydən kömək istəyir, adi bir iş üçün kömək istəyir. Qeyri-adi işlərdə olmaz. Qeyri-adi işlərdə belə bir bölgü aparırlar bəziləri. Adi işdə kömək istəmək olar başqasından. Məsələn, mənə su ver, çay ver, nə bilim, nə ver, necə dəmir ver, daş ver, məsələn. Adi işlərdə kömək istəmək olar. Amma qeyri-adi işlərdə kömək istəmək olmaz. Bu da yanlışdır. Qeyri-adi işlərdə də Süleyman Peyğəmbər kömək istəyib. Nəml surəsi 38-ci ayədə. Qal, ya əyyuhəl mələ, ətrafındakılara üst tutdu. Həzrəti Süleyman dedi, əyyukum yətini bi'ərşiha. Kim Bülqeysin taxtını mənə gətirə bilər? Burada Süleyman əl açıb demədi ki, Bülqeysin taxtını gətirmək ki, ifrit dedi, məclis dağılana qədər, ayağa durub oturana qədər gətirərəm, amma yanında olan, kitabdan bir elm olan şəxs ki, Asəf ibn Bərxiyadır, dedi, mən onu bir göz qırpımında gətirərəm. Yəni, bu qeyri-adi işi cindən qəbul eləmədi, Həzrəti Süleyman Asəf ibn Bərxiyadan qəbul elədi. Dedi, hə, bəli, gətir. Yəni, niyə görə desin ki, əyyukum yətini bi'ərşiha, onun taxtı tacın mənə kim gətirər? Yəni, bu qeyri-adi işdir. Bir göz qırpımında
Bülqeysin taxtı tacını minlər kilometr sən məsafəni gətiriciylə bu adi iş deyil. Süleyman Peyğəmbər bunu ətrafdakılardan istəyir. Yəni, adi işdə, qeyri-adi işdə istəmək olar, bunun heç bir eybi yoxdur. Sadəcə burada istədiyin kəsi tanıra bilməyəsən, istədiyin kəsi güc sahibi bilməyəsən. Bu ki, o da Allahın izni ilə, Allahın ona verdiyi yardımla, köməklə kömək eləyəcək. Bu baxışla kömək istəmək tövhidə nəinki ziddi, hətta tövhidin özüdür. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.